Əgər sən də işləməkdən və dünyadan yorulmusansa, İlahiyyatçı Rüfət Qarayevin İncilər, Elmin Qapısı və Mənəvi Səyahət kitabını elə indi İsra Nəşriyyatdan sifariş et. İstədiyin ünvana çatdırılsın. İnsan dünyasını dəyişdikdə niyə Yasin surəsi oxunur? Allah Resulü buyurur ki, Qur'anın döyünən ürəyi Yasindir və ölülərinizə Yasin surəsi oxuyun. Yasin surəsinin özündə də ölümlə bağlı, diriliklə bağlı bir çox həqiqətlər var və hətta bir nəfər gəlir Allah Resulünün yanına, bir sümük parçası gətirir, o sümük parçasını əlinin içərisində ovur və deyir ki, ey Allahın Resulü, baxın deyir, bəs mən bu bir sümükdür, bu sümüyü ovdum, sonra da üfürür, havada toz kimi dağılır. Bəs insan öləndən sonra necə diriləcəkdir? Allah bu sümüyü, bu tozu necə dirildəcəkdir? Allah Yasin surəsində ayə nazil edir. Allah Resulüne buyurur ki, ey Resulüm, onlara de ki, heç onlar yaranmamışdan öncə heç o toz da yox idi. Mən onları yoxdan xəlq etdim. İndi bizim yaratdığımız bəndə insan bizə misal çəkir. Bunun üçün də insanın bu kimi məsələləri düşünməsinə ehtiyac var ki, yəni Yasin surəsində bir çox həqiqətlər var. Yasin surəsində Allahın bir çox verdiyi mesajlar var və ölülərimizi oxumaqla da biz böyük savab əldə etmiş oluruq.